Əhmədova Reyhan Süleyman qızı, Əhmədov Səlim Məmmədoğlu'nun həyat yoldaşı. Salih Qurunca Rusiyada işləyirdi. Mədən mühəndisi oxuyub, təzəcə işə girmişdi. Bura rayonumuza gəlib, mənlə ailə həyatı qurduq. Evlənib 10 gündə biz qayıtdıq ora. Ailə qurandan sonra mən onu tanıdım. Çox gözəl insan idi. Həyat dolu insan idi. Harada çətinlik var, orada özünü o işlərə girişməyə xoşlayan idi, zövq alırdı. Hər bir çətinlikdən elə bil o köməyə çatmaq istəyən idi. Azərbaycan Gəncləri qəzeti olurdu. Buradan Nariskə Azərbaycandan bizə qəzetlər gəlirdi. Sonra evləndiyəndən sonra dedi ki, mən sənə də bir dənə jurnal yazdırmışam. Azərbaycan qadının jurnal var idi. O jurnalı mənim üçün abiləçi kimi yazdırmışdı ki, mən də orada darıxmayayım, mənim də orada Azərbaycanda oxuyası bir nələri olsun. Səlimlə Narisk şəhərində biz yaşayanlar. Elə bir gözəl insan idi ki, onun boş vaxtı olmurdu. İşdən gələndən sonra deyərdi ki, gedək sənə göbələk yığaq. Ya orada xırda gilə meyvələr olurdu, deyirdi ki, biz onu yığaq, ya rəsm çəkək. Bu fotoaparat ondan qaldığı bir yadigardır. Bundan o qədər rəsimlər çəkilib ki, o qədər rəsimlər çəkilib. Bu onun şaxtadan torpağın altına gedəndə su qabıdır. Onun oradan əlvan metal vurub dikildə işləyirdi. Oradan çıxartdığı gözəl maraqlı daşlar var idi. Qohum qardaş istədik, verdi. Çox maraqlı daşları var idi. Çox maraqlı bir həyat dolu insan idi. Hansı məclisə getsə, açılışı bu eləyərdi. Orada rəng verirdi. Evləndik, oğlumuz, qızımız oldu. Elə oldu ki, burada müharibə başlayası illər idi. Burada polyarlı otpuskaları yığıb buraya gəldik. 20 yanvar hadisəsindən sonra elə bir onun beynində ocaqlar yandı, qıvılcımlar. Elə bir vətənə dəstək etməyi borc bildi özünə. Mənə də heç demədi ki, deməyə istəyib, deyə bilməyib. Qardaşları gəldik, şəhərdən dedilər ki, Səlim getdi döyüşə. Mən elə bir çox pis oldum. Ona görə ki, 3 aylıq çağan vardı əlimdə. Elə bir hiss oldu, dedim, qayıtmayacaq o, elə bir fəryad qopartdım. Bizim hərbi çasdan öyrəndim ki, hara gedib, dedi ki, Gəncə, Şəmkirdə bir dənə, orada bir çastadır, təlimdən. Getdim onun yanına, dedi ki, narahat olma, oğlumun ad günündə mən qayıdacağım. Sən mənə söz ver ki, mən övladlarıma sən həm ata olacaqsan, həm ana olacaqsan. Şey iş başıma gələ bilər. Amma gələcəm, oğlumun ad günündə gələsiyəm. Getdi, qayıtmaz oldu. Get, Gülənin qabağında neyniyə bilər? Ağdərənin və kəndlərinə 70 neçə nəfərdən 11 nəfər sağ çıxıbdır. O mühasirəyə düşüblər və orada itkin düşüb. O gün bugün Səlimdən bir xəbər yoxdur. Hələ də 33 ildir ki, ondan məlumat ala bilmirik. Yoldaşım gedəndən sonra 2 övladımla qaldım. Qızım məktəbə gedincə, 1-ci sinifə gedincə, bəlkə də mən depressiyadaydım. Belə tüstü kimi mənlə, o 7 il mənim həyatım nətər keçdi, özümdə olmayaraq. Düşdüyüm quyudan çıxa bilmirdim mən. Qızım gəlib məktəb yaşına çatanda gördüm, uşağın saçı başını daramalısan, uşağı bəsəməlisən. O çıxış yolu mən tapdım. İstəyirdim ki, uşaqlara atasızlığını hiss etdirməyim. Əlbəttə ki, 2 dənə övlad böyütmək rahat deyil. Ananın yanğını tam başqadır, həyat yoldaşının tam başqa. Hələ üstəlik itkinlik. İtkinlik elə bir dolu, bir ağır bir kisədir. Bərkələrlə dolu bir kisə. Bəlkə yaşayır, bəlkə hələ də zülüm çəkir. Bəlkə ölür, bəlkə hələ cəzalandırırlar. O qədər bəlkələr var o kisədə. Hələ də biz o çiynimizdən o yükünü qoya bilməmişik. 2 övladının
qəlbi sınıq, həsrət dolu gözləriylə kıza nə deyim, oğluma nə deyim. Ata sözü bir qəribə gəlirdi. Bir hadisə baş vermişdi ki, bacımgilə gedəndə uşaqları ilə arxasınca ata deyib qaçanda uşaq yarı yolda duruxsunub dayandı ki, mən nə deyirəm, atam deyil axı. O hadisəni mən dilimlə ifadə edə bilmərəm. Belə bir şeyləri biz təf elədik. Hansı birini deyəm? Günlərin bir günündə oğlum mənə dedi ki, ana, mən ata nə vaxt gələcəyim? 5-ci yaşdaydı. Ada elə görürdü, hamının ataları var yanında. Mən ona da nətər deyim ki, atanın itkin düşüb gəlməyəcək. Deyirəm, ata gələcək. Uşaq o vaxt mənə vurmuşdu. Dedi, sən yalan danışırsan. Gəlir deyirsən, gəlmir atan. O günü mən hələ də unutmamışam. Mən donub qaldım, deyirəm, mən nə deyim? Görürəm ki, uşaq vurmaq niyyəti ilə vurmur. O ürəyinin içindəki sınıqlığından məndən nəsə bir xoş xəbər deməyini istədiyindən vurur. Sonra qucağıma aldım, ikimiz də ağlaşdıq. Elə bir uşaq mənə başa düşdü. Məni başa düşdü, susdu. Gözəl insan idi. Mənə həmişə deyərdi ki, sən yaxşı nənə olmayacaqsan, mən yaxşı baba olacağam. Baba ola bildi, nə ata ola bildi. İndi kaş özü olaydı, 5 dənə nəvəmiz var. İndi görmək istərdik ki, nətər nə baba olasıydı o. Qadın olsan da kişi işləri də görürüm. Bağ bağçamızda aqorot eləməyi, uşaqlar böyüyüncə ağaclar əkə, meyvə sata, xiyar, pomidor əkə. Mənim əl atmadığım iş qalmadı. Hər bir çətinliyə mən özümü verdim. Təsərrüfatımızın bir hissəsi bağçılıqdır. Arı saxlayırıq uşaqlarımıza. Təbii bal olsun deyə, sağlam böyüsünlər deyə. Artıq fındıq dövrüdür, fındıq becəririk. İndi bugün kombaynla gətirib çıxarmışıq. Da bizim fındığımıza bərəkət versin ya Rəbbim. Hala ruzi ilə böyütmüşük uşaqları. Öz əməyimizlə, öz əziyyətimizlə. Hələ nəvələr böyüdürəm. Allah nəticələr görmək qismət olsun. 2020-ci ilin müharibəsi başlayan vaxtı müzəffər ordumuzun belə hazırlıqlarını görəndə böyük bir ümid edirdik ki, ümidimiz də gerçəkləndi. Bir qalib gələsiyik, o torpaqlar geri alasıyıq, o torpaqlar, rayonlar bir-biri o geri götürməyə başlayanda elə bir tələsirdim ki, Ağdərədə nə vaxt səslənir. Axtarışlar gedir, kütləvi məzarlıqlar sökülür. Bir dənə ümid yerimiz oradır ki, Qızıl Xaçın axtarış etdiyi yerlərdə uyuram ki, belə bir paltarda insan qabağınıza çıxır. Azərbaycanda yeganə bir paltar axtarışda tapsaz o kofta yoldaşımın keçi tükündən toxuduğu ritelidir. Necə olur olsun oradan gətirib elimizdə, ovamızda el adəti ilə qəbirstanımızda bastırıb gələcək nəslin qabağında qalsaq qəhrəman insan idi. Vətən üçün şəhid oldu deyə bir qəbir olmağı, soyuq məzar olsa da ziyarət eləməyə yerimiz olmağını istərdik. İnşallah o bizə qismət olar. Uşaqlar qaydan saman idi. Bizim kəndimizin içində də nə qədər oğul uşaq getmişdi. Hər gün deyirdi ki, filan kəs gəlir. O uşaq kənddə bütün əllərində bayraqlarla nəvəm durub dedi ki, ay nənə, hamı müharibədən gəldi, bəs babam niyə gəlmədi? Həqiqətən biz pis olduq, uşaq da o bilmirdi ki, bu 90-cı ilin müharibədə etkilidir. Bunlar indi gedib zəfər çalıb gəliblər. O vaxtları nə kamera olmadı, nə telefonlar olmadı yanlarında. Neçə Səlim kimi, Səlim də belə igid, qəhrəman uşaqların qəhrəmanlığı özləri ilə birgə itkin düşdü. Neçə Xudayar kimi mahnı oxuyanlar da oldu, böyük bir qəhrəmanlıqlar edən də oldu. Nə olmadı, orada nələr baş verib, onlar nələr eləyib, onlar necə qəhrəmanlıqlar göstərib. Ailəsini, 2 övladını qoyub, vətən deyib getmək o özü böyük qəhrəmanlıq deyilmi?
Onun sümükleri olsa da bize Allah onu çok görmesin. Onun yolunu hep gözlüyoruz. Gün o gün olsun. 5 nəvəmlə, 2 övladımla. Onun qəbri olsun, qəbrini ziyarət edək. Çox illər gözlədim. Səlimin gəlişi gəlmədi. Fikirləşdim ki, Allah'a yenə qulaq olsun və belə bir yaşadı. Onun izi qalsın deyə Allah onları seçib. Onlar elə də cənnətdədirlər. Təki ruhları şad olsun. Cümlə şəhidlərimizin ruhları şad olsun. Bir daha teşekkür ederim size.